mən də bu gün çox qürur hissi duyuram ki, və bugün həm də əfsanəvi bir qəhrəman hesab edirəm. Taleyin o xoş günündə, xoş dəqiqəsində, xoş anında sağ-salamat qalan və bugün bizim aramızda olan və bugün çox böyük məmnuniyyət hissi ilə başına toplaşdığımız İbad Hüseynov haqqında belə bir film çəkiləndə mən çox qürurlandım. Çox ürəyim açıldı və hiss etdim ki, torpağımızın ağır günlərində İbad Hüseynovun 21 yaşında vətənin ağır gündə öz doğma torpağımızın azadlığında mübarizəyə atılması və bir an belə qorxu bilməyən, ən ağır günlərdə, ən ağır saatlarda böyük qəhrəmanlıq göstərən və düşməni məhv edən belə bir qəhrəmanı həqiqətən də böyük bir alqışa layiqdir. Mən İbad Hüseynovu təsadüfi insan hesab etmirəm. İbad Hüseynov təsadüfi doğulmuş insan deyil. İbad Hüseynov anadan qəhrəman doğulmuşdur. İbad Hüseynov anadan vətənpərvər, qeyrətli, əsl bir Azərbaycan oğlu kimi doğulmuşdur. Ona görə də mən belə qeyrətli oğullarımızın döyüş şücaəti qarşısında, qəhrəmanlığı qarşısında baş edim. Çox zamanlar bizim haqqında səsləndirilən fikirlər bir mənalı səslənmir. Deyirlər ki, torpaq sona qədər müdafiə olunmadı, insanlar öz torpağını qoyub qaçdılar. Bu fikirlər də bizim haqqımıza səslənir. Amma nə yaxşı ki, İbad kimi insanlar həyatda sağdır. Hamımızın göz aydın olsun ki, bugün İbad həyatda sağdır.